Salam, hər vaxtınız xeyir. Bu gün Dragon'dan Bounty Club-ını işləyəcəyik. Maşını artıq başlatmışıq. Gələk buradan VPN bağlantısı quraq. VPN bağlantısını qurduq. Baxaq görək Lab bizdən nə istəyir. İlk olaraq maşını işə salmağımızı istəyirdi. İkinci tapşırıqda isə bizdən açıq portları tapmağımız istənilir. Bunun üçün bir terminal açaq. Mmap yazıb IP-ni yazaq. Mmap serverin açıq portlarını tapmaq üçün istifadə olunan alətdir. 3 tane açıq port tapdı. Gələk bu tapşırığı da tamamlayaq. Üçüncü sualda bizdən soruşur ki, task list faylını kim yazıb? Belə bir şey soruşsa, deməli biz artıq serverin içinə girməliyik. Bunu eləmək üçün isə bizə bir boşluq lazım ki, biz bu boşluqdan istifadə edib içəri oradan girək. Bunu tapmaq üçün də bu dəfə mmap'i aqressiv modda skan eləyəcəyik. Mmap bu zaman gedib sadəcə portları və servisləri yox, burada olan boşluqları da tapıb bizə gətirib göstərəcək. Aha, mmap'in nəticəsi gəldi. Biz burada görürük ki, FTP-də anonim giriş açıqdır. Biz FTP-yə qoşulan zaman istifadəçi adı yerinə sadəcə Anonymous yazıb, parol hissəsini də boş qoyub birbaşa FTP üzərindən serverə qoşula bilərik. Qoşulmaq üçün gəlib FTP yazırıq, sonra IP adresini yazırıq. Dediyim kimi istifadəçi adı hissəsinə Anonymous yazırıq. Və artıq heç bizdən kod da istəmədi və serverin içindəyik. Bizdən istənilən fayl task faylı idi. Bunu işləyək. Burada cat əmri çalışmır. Önce bunu birbaşa yükləməliyik. Task txt yükləndi. Buradan bir dənə tab açaq. Yüklənib. Görürük ki, bu faylı lin yazıb. Bizdən bu istənilirdi. Tapşırıqda isə bizdən soruşur ki, hansı servisə brute force eləyərək içəri girə bilərsiniz tapdığınız faylla. Burada 2 dənə fayl var idi. Logs.txt. Bunu da yükləyək. Yükləndi. Yüklənib. Biz burada görürük ki, bunların hər biri parol ola bilər. Deməli, bu bir word listi. İçində parol olan bir fayldır. Labın da bizdən istədiyi kimi biz bura brute force eləməliyik. Ancaq hansı servis eləyəcəyimizi gəlib buradan mmap'in nəticələrinə baxanda görürük ki, 3 dənə servis açıqdır. Biz SSH-a brute force eləyə bilərik. Çünki SSH-a da qoşulanda bizdən istifadəçi adı və parol istəyir. Biz burada brute force eləmək üçün Hydra alətindən istifadə edəcəyik. Hydra yazıb, -l yazıb, istifadəçi adını yazaq, lin. Bunu buradan tapmışdıq. Buradan tapmışdıq. Sonra -p yazıb, mmap deyirəm, Hydra'ya hansı parollar istifadə edəcəyini yazırıq. Biz burada logs.txt yazırıq. Yəni bu faylın içində olan bütün parolları bir-bir bizim yerimizə yoxlayacaq. Daha sonra isə IP adresini yazırıq. Və sonda isə bu hücumu hansı servis eləyəcəyini
təyin edirik. SSH. Artıq parolu tapdı. Parolumuzu götürək. İndi SSH ilə serverə qoşula bilərik artıq. Lin yazırıq, sonra @ işarəsi qoyub IP adresini yazırıq. Burada bizdən parol istəyir. Parolu daxil edirik. Və artıq içəridəyik. Laba baxaq. SSH-a brute force elədik. Tapdığımız parol. Və bizdən user text istəyir. Elə eləyək. User text buradadır. Bunu kopyalayaq. Və son olaraq bizdən root textini istəyir. Root textini oxumaq üçün biz root olmalıyıq. Buna görə də biz roota yüksəlmək üçün mümkün yolları axtarmalıyıq. Başlıca yoxlayacağımız əmr sudo l-dir. Sudo l yazıb, sonra parolu buradan daxil edirik və biz bu əmrlə hansı əmrləri root kimi çalışdıra biləcəyimizə baxa bilirik. Görürük ki, bintar əmrini root kimi çalışdıra bilərik. İlk olaraq bilməliyik ki, tar əmri nədir? Tar əmri faylları arxivləmək üçün istifadə olunur. Siz bunu internetdə də araşdıra bilərsiniz ki, tar əmri ilə necə root olmaq olar. Və yaxud da sırf bunun üçün yaradılmış bir sayt var, oradan da araşdırıb tapmaq olar. Buradan gələk brauzerə. Saytın adı GTFO Bins-dir. Bunu yazıb gəlirik bura. Bu sayt tamamilə elə biz istədiyimiz şey üçün yaradılıb. Yəni burada əmrin adını yazırsınız və bu əmrlə necə root ola biləcəyini sizə göstərir. Tar yazırıq. Sonra gəlirik burada sudonu seçirik. Bu əmri kopyalayırıq. İndi bizim eləyəcəyimiz tək bir şey sadəcə bu kopyaladığımız əmri bura yapışdırmaqdır. Burada sh yerinə bash yazaq. Bu əmr deməli nə edir? Gedir tarı sudo ilə root kimi çalışdırır və tara deyir ki, get devin içində null faylını arxivlə. Lakin tara bir checkpoint nöqtəsi olaraq 1 veririk. Yəni tar gedib hər bir faylı arxivləyəndə, yəni bir fayldan bir dayanır və ona hər dayandığı yerdə də icra edəcəyi əmri buradakı checkpoint action flaqı ilə veririk və yekun olaraq biz tara deyirik ki, get bunu arxivlə, arxivlədikdən sonra dayan və dayandıqdan sonra da bu əmri icra elə. Bu əmr isə bin5 əmri bizə shell verir və bu əmri də root kimi çalışdırdığına görə gələn shell bizə rootun hakları ilə, yəni rootun səlahiyyətləri ilə gələcək. Bəli, artıq root olduq. Müəmmayı da yazıb. Yenə belə də baxa bilərik ki, rootu bizdən istədiyi root text idi. Hal-hazırda linin qovluğundayıq. Biz gedək rootun qovluğuna. Root texti buradadır. Root textini də götürdük. Bitdi. Deməli, son olaraq elədiyimiz isə bir daha izah edeyim ki, qaranlıq qalan hissə qalmasın. Biz sadəcə getdik, sudo ilə baxdıq ki, hansı əmrləri root kimi çalışdıra bilərik və biz burada gördük ki, bin qovluğunun altında olan tar faylını, yəni tar əmrini biz root kimi çalışdıra bilirik. Sonra gedib GTFO Bins-in içindən baxdıq ki, bu əmrlə necə root olmaq olar və oradan tapdığımız kodu gətirib yapışdırdıq bura və icra elədikdən sonra birbaşa root olduq.
Daha sonra root textini oxuduq və lap bitdi. İzlədiyiniz üçün təşəkkürlər.